oyunlar dönür. Nəinki bizim aramızda oyunlar dönür, çox oyunlar dönür. Mən burada rəqibim çoxdur. Hamını özümə rəqib görürəm. O ora oturanda, Arzu ilə Rayan yerinə oturanda təbii ki, hamını özümə rəqib görürəm. Mən heç kimi küçümsəyə bilmərəm. Heç kim hərə özünə görə insandır, hərənin özünə görə dəstəkçisi var. Dəstəkçilərin də hamısına təşəkkür edirəm. İstəyir prosif atsınlar, istəyir bizim yanımızda olsunlar. Yəni bu qədər. Mən hamını özümə rəqib görürəm. Mən səni başa düşdüm Azam. Çox sağ ol. Sağ ol. Gəldi gözə... Tərlan, qaqaş. Ha Tərlan. Atam. Atam mənəm. Zaurdur, zaur. Niko yoxdur, Niko getdi mənəm. Buradayım. Hə. Ora bax, qaba. Hə. Tərlan. Tərlan da mənim favoritlərimdəndir ya. Yəni hər birinizin xətrini çox istəyirəm. And ola yeyə görə yana. Amma yəni ürəyim istəyir ki, qardaş bu adam uçsun bu maşını. Ürəyim istəyir sən odasan, ürəyim istəyir o qardaş uçsun. Sən də bir yerdə qədər boy istəyir, onu bir nəfər istəsin. Bu ürək deyil. Mənə deyim, sən məndən qalır. Yandır. Çay istəmirəm mən. Zar bir dənə maşın deyil, 10 dənə maşın deyil hamıya bağışlayasan. 4 nəfər otura bilirdi. Nə görə təvə qanad verilmir məsələsində. Verə gedəcəksən maşınları zamanında. Allah havalın evini yıxılacaqsan. Yandır. Hə. Tərlan. Aycan. Sənin sabahki gündən analizin elə zəhmət olması. Görək sabahları kim ola bilər orada? Sən rəqibin, yaxşı. Əyim sən sona qalsın. Deyəcək Seyranda, hə. Hardan Hə, bilirsiniz Tərlan. deyəcək. Da Seyran özüdür də dilində. Bəlkə də Seyran da öyrət. Seyran deyir ki, Hə. mən danışmamış deyir Tərlan. Mən deyəcəm. Mən burada sizə qurban. Bax, açıq danış. Sən güclü rəqibsən, ha? Bilirəm. Ha. Bir söz deyim. Məndə qardaş, mən o gün gözləmirdim belə dəstək. Mən Sağ olsunlar, var sağ olsunlar. olsunlar, cibləri dolu olsun hər birinin. Bir söz deyim, burada zaten hamı gedəcək. Burada bir nəfər qalacaq, bu sözsüzdür. Danış. Yəni mən buradan bunu demək istəyirəm ki, mehribançılığınızı qoruyun, saxlayın. Həmişə mən danışanda ya TikTok gəlir, ya Aslan gəlir, ya da ki hansı problem çıxır. Yox, sən özünə rəqib kimi görürsən burada. Artıq azalıb da iştirakçılar hamısı gedib. Demək olar tək-tək insanlar qalıb. Özümə rəqib deyəndə potensial rəqibdə hansı ki girə bilərsən, burada otura bilərsən, uda da bilərsən, uza da bilərsən. Mən Herakl deyiləm. Mən üçün yəni ki hamı bilmək olmur burada. Məsələn elə bilirsiniz ki bir dəfə elə gəlib həmişə gələcək, onu bilmək olmaz. Amma qaldı ki burada bəzən elə olur ki, zəif bildiyin insana baxırsan ki, milyonlar atılır. Bəli. Yəni mən yenə də dediyim kimi hər şey danışıqdan asılıdır. Bu dil ki var, indi bilmirəm çəkisi nə qədərdir. İnsanı şirin deyilir, acı deyilir. Əsas bu dildir. Və bu ikincisi də ki mən baxıram Tosun rəngi yəni qrup deyilik ha. Yəni açıq mən özüm ki Respublikayım bunu əvvəldən demişəm. Kimsə də deyir ki sən qruplaşmısan, salamun aleyküm. Ramiz də sən bığvıyım. Kimsə də əgər deyir ki sən qruplaşmısan, qardaş bir dənə fakt gətirsin, bir dənə dəlil gətirsin, desin ki bax bu səbəbə görə söz verəndə danışarsan. Bu səbəbə görə mən deyirəm ki sən qrupsan. Bu iki, üçüncü növbədə mən həmişə kiminsə üstünə düşməyə kiminsə üstünə düşməyə mən pozitiv olmuşam. Yəni, mən Tərlanın fikrini başa düşdüm. Mən baxıram ki, yəni heç kimlə işi yoxdur, oturub sakitcə oyununu aparır. Tərlan, sənin heç kimlə işin yoxdur. Bir insanın ki üstünə Ha. biri düşürsə, digərləri də düşürsə, demək ki qrup oradadır. Başa düşdün? Tərlan, indi bir dənə sual verim sənə. Mən Çox yaxşı, xahiş. bir dənə Amma ciddi mən xahiş edirəm. Bir dənə o var. Buyur. Üzr istəyirəm. Bax. Qrupdan danışırsan da, düzdür? Qruplaşma var burada. Niyə də yoxdur? Aysu. Sən hansı qrupdasan? Yəni neçə qruplaşma var burada? Sənin bir sözün var. Yox da, olmadı ki. Məndən xahiş edirəm, bir dənə sualıma cavab Sənin bir ver. sözün var. Var da o qrup. Deyirəm də, mənim qrupum var, amma qrupumda heç kim yoxdur. Təkəm. O mənim sözümdür. O sənin sözün, dedim sənin sözündür. Dadına təkəm də. Üçüncü növbə təkəm. Üçüncü növbədə də ki, onu buradan tutmaq lazımdır ki oyunun. Bir nəfər Tosuya əgər səs verilirsə, məsələn, Tosun üçün görürsən ki, ikinci, üçüncü adam onun getməyini istəyirsə, demək ki, orada qrup var. Hə. Bir dəqiqə, üzr istəyirəm, bir dəqiqə. Yəni Abi, bu bir dəqiqə insan. üzr istəyirəm. Gəl, anam hava gəlin. Yox, mən Tərlan. görürəm ki, Tosunun Bir dənə xahiş edirəm. Abi, gələcəm yanıma. Bir dənə xahiş edirəm, birinizin sözünü kəsməyin. Siz- Abi, gələm yanıma.
Əzizlərim, Bir dəqiqə. yəni burada ay belə deyil, hay elə deyil, sən öz fikrin var, mənim öz fikrim var. Hər kəs hər kəsin fikrinə hörmətlə yanaşmalıdır. Mənim bəli 5 barmaq 5-i də bir deyil. Biri çox dünya görüşü olar, birinin az olar, birinin vəbşə heç olmaz. Yəni baxırsan danışıq var. Mən görürəm ki, yəni bu qıraqda qalıb kimlərsə görür ki, bunun dəstəyi yoxdur, istəyir bunu da çıxarsın. Xeyr. Bilmək olmaz kimin arxasında kim var. Yəni bəzi elə bəlkə oturdu ora sabana 5 milyon gəldi. Onu bilmək olmaz. Ola bilər. Ona görə mən ən çox məni pis eləyən o oldu ki, indi oyundur, oyunçu aparsın. Yenə deyirəm, hər ikisi gözəl insandır, gözəl xanımdır. Yəni burada oyunçu kimi görürəm onların özünə hörməti, bizə hörməti, gözəl insandılar. Allah hər birinin yar və yardımcısı olsun. Təbii ki, bir bu oyundur. Oyunda udarsan da, udcarsan da. Hə. Hə? Gəlin. Rayan ürək sözləri var. Mən bir şey təşəkkür demək eləyəcəm. istəyirəm ki, mənə dəstək olanlara təşəkkür edirəm. Ad çəkə bilmirəm burada, xırda-xırda ekranda raya yazanlara, hər biriniz çox sağ olun, var olasınız. Mən bu gün buradan keçsəm də təəssüflənməyəcəm. Çünki belə bir gözəl kollektivə düşdüm. Nikoya hörmətim var idi. Gəldim, realdan tanıdım. Daha da çox sevdim. Əminəm sizi də ekran arxasında işləyən bu işçilər hər biri, yəni hər birinizdə, yəni çox sağ olun, var olasınız, eminəm. Murad müəllim, siz də, Arif sən də, hər biriniz, Rəvanə xanım da. Yəni mən təəssüflənməyəcəm. Mən buradan qalib kimi ayrılsam da, yəni yerdə qalan iştirakçılara da uğurlar arzulayacağam. Burada çox oyunçu layiqdir bu maşına. İnşallah layiq olan aparar, amma necə deyim, təmiz qəlblə, ağılla, ikiyüzlülük oynamadan. Raya, yarım saat var oyunun bitməyinə. Yarım saat ərzində, yəni xal fərqi dəyişə bilər. Hələ sən tez vidalaşırsan, elə bir ki gedirsən artıq oyundan. Bir dənə ver də Raya, zəhmət olmasa mikrofonu. Görək də Vüsailə xanım gedişət Yəni dəyişə də bilər. ən azından dəstəkçilərindən səs istəyə bilərsən. Təşəkkür elə, Kimin ürəyi istəyir mənə dəstək olacaq. Mən insanların cibinə girə bilmərəm. Çünki dəstəkçinin özü ürəyi istəyir, o insana atır. Mən atsalar da sağ olsunlar, atmasalar da mən bura dəstəkçisiz gəlmişəm. Mərdcəsinə də buradan gedəcəm. Raya, birdən sən geçsən, bəs kimi istəyərdin maşını aparsın? Özün, təmiz. Kimi istəyərdin maşını aparsın? Kimi istəyərdim? Qalib olsun. Qalib olaraq burada mən bilirəm ki, Elçinin buna çox ehtiyacı var. Düzdür, Elçinlə ilk gündən aramızda bəzi söz söhbətlər olsa da,
Burada istəyərdim 3 insan, Anar müəllimi də istəyərdim, Xanı da, Tərlan və Elçin. Yəni qıraqda yerdə qalanlar Amma başda dördündən Elçin biri. istəyir. Hə, ən çox Elçin. Açığı Elçinin maşına aparmağı mən də istəyirəm. Yəni gizlətmirəm. Mən də. Mənim abi gələm ya abi. Söz vermişəmsə gələcəm. Mənim bu insana xüsusi bir simpatiyam var. Var ol. Allah şahiddir. Yəni sözün yerini bilən, danışığın yerini bilən, çox mədəni insandır. Tamam. Teşekkür ederim. Sənin fikrini öyrənmək bilsən nə deyib? Bal. İlk öncə mən salamlayıram bir daha hər kəsi. Buradan bir şey demək istəyirəm. Mən çox üzr istəyirəm. Çox üzr istəyirəm. Böyüklərdən, böyüklərin əllərindən öpürəm. Balacaların alınlarından öpürəm. Mən bunu niyə deyirəm? Utanaraq deyirəm. Yəni nə mənada? Mən 4 uşaq atasıyam. Allah bütün balalığa qorusun. Saxlasın. Allah bütün balalığa qorusun. Olmayanlara nəsib olsun. İnşallah. Mən orada oturan Raya xanım bir mesaj gördüm. Yəni təsadüfən gördüm. İnanın ki, həqiqətən də biraz mənə təsir elədi. Biz bunu demək istəmirdik ya, amma əziz tamaşaçılar, biz bunu demək istəmirdik. Tərlan da mənə ki, deməyəydi, səndən mən demək istəmirəm, onu qaldı aramızda. Mən bunu niyə deyirəm? Çünki mən Məsləhət oldu ki, Anar müəllimdir. Yox, mən həqiqətən də mən üçün də ağırdı bunu demək. Və oradan Raya xanımın evladı yazıb ki, dualarım səninlədir. Bu, yəni bir başqa bir hissdir. Bəli, bu tam başqa bir hissdir. Allah evladı olmayanlara nəsib eləsin inşallah. Allah bütün xəstələrimizə şəfa versin. Allah heç kimi evladla sınağa çəkməsin. Amin. Yəni bunu ilk öncə çatdırmaq istədim. Mənim üçün bir təsirli bir haldır. Yəni mən nə qədər Yox, əslində yəni mənim borcum da onu demək, mənim üstümə, mənim boynuma düşər. Çünki burada yaşsa hər kəsdən böyüyəm və təcrübə. Sonra Zaur müəllim, siz mənə hansı sualı verirsiniz, onu deyin oradan. Mən maraqlıdır ki, yəni vallahi yaşda böyüksüz də burada olan iştirakçılardan, düzdür? Nəinki burada olan, hətta texniki işçilərimizdən də, yəni hər kəsin yaşda siz böyüksüz. Həcmdə də böyüyəm. Hə? Yox, bir nəfər var, həcmdə böyüdürsünüz ondan. Emin. O pərdə. O abyomu çoxdur. Pərdə. O abyomu çox. Hə. Mən maraqlı olan mən sabahları, yəni sizin şəxsi obyektiv və subyektiv fikrinizi bilmək istəyirəm. Sabahları ümumiyyətlə sizin potensial rəqib var burada. Sizin üçün. Mənim üçün burada hər kəs potensial rəqibidir. Hər kəs potensial rəqibidir və burada kimsə burada sabahki günə ad çəkirsə, bir dənə üzr istəyirəm, anlamadım. həmin adamlar mən ola bilər Hətta adamlar. Bu sözümə görə mənlə kimsə düşmən də ola bilər, əstəğfurullah, yəni Mən üzr istəyirəm. Bir dənə xahiş edirəm, hörmət eləyin bir-birinizə. Xətirlərinə deyə bilərəm və yaxud da ki, yəni mən açıq sözlü insanam, mən heç kimdən qorxmuram, Allahdan başqa heç kimdən qorxmuram mən. Həyatın da bütün o keçdi yollarında keçmişik, yəni yetərincə təcrübəmiz var. Mən ad çəkə bilmirəm. Niyə? Niyəsini deyim. Çünki mən tək oynayıram. Mən qrup deyiləm ki, mən ad çəkim burada və özümü də görüm orada və yaxud da mən kimisə deyim ora. Ana, mən üzr istəyirəm sizdən, sözünüzü yaddan çıxardım. Bəs belə bir təklif olub ki, ümumiyyətlə, gəl bizim qrupa Anar müəllim. Yox, bilirsiniz necədir? Var idarə edən, var idarə olunan. Aydındır da. Bir də var, ortalıqda qalan bilmir hansı tərəfə gedər. Ora gəlin, bura gəlin, ora gəlin, bura gəlin. Qalıb orada. Mən bunları qıraqdan müşahidə eləyirəm. Hə? Yox, indi gəlin onları açıqlamayın. Yox, o demək ki, burada var elə bir adam. Yox, buradadır. Elə Var buradadır. Ha, buradadırsa. Buradadır. Yəni bilirsiniz, yox əlbəttə buradadır. Təbii ki buradadır. Buradadır. Qalıb ki mən nə olacaq? Mən belə olacaq, elə olacaq, elə olacaq, amma düşünə bilmir. Mən məsəl üçün özüm düşünürəm. Bu günləri gəlin belə başlayalım. Xahiş edirəm, Tərlan, bir dənə saççılığa 4 səs vermədə olmuşuq. Düzdürmü? 4 dənə səs vermə olub. Bir dənə baxın. Hər kəs
baxsın, kimlərə səs verilib, kim kimə səs verib və mənim də səsimə baxsınlar. Mən kimlərə səs vermişəm, bir-bir incələsinlər, keçmiş dünənə qayıtsınlar, o birisi günə qayıtsınlar, ondan öncəki günə qayıtsınlar, baxsınlar kim, harda kimi seçdi və nə üçün seçdi. Və bu günləri bizim Gəncəli qardaşımız deyir ki, Azzanı çıxardacaq idilər, az ora oturacaq idi, Azzanı heç kim çıxarda bilməz burada. Azzanı bura heç kim çıxarda bilməz. Yəni ora. Bəli. Azzanı burada çıxartmağa, Azzanı bura çıxartmağa güc yoxdur. Bəs Seyranı? Seyran xanımı da çıxarda bilməzlər. Gəncəlini də çıxarda bilməzlər. Əlsiz. Gəncəlini də çıxarda bilməzlər. Çünki burada iki qrup var. Qalanlar ya öz beyni ilə işləyir, ya da qalıblar ortada, bilmirlər. Onlar da yəni öz beyinləri ilə işləyirlər. Budur. Sadəcə qalıblar ki, burada olum, burada olum. Orada da olurlar, burada da olurlar. Başa düşürsünüzmü? Yəni mən qardaş, mən yenə də bax əziz izləyicilər, dəyərli iştirakçılar, hamınız mənim üçün əzizsiniz. Mən sizləri buradan tanımışam. Və tanımışam, kənardan məsəl üçün Azza xanımla tanış edim. Tosunu bir dəfə, iki dəfə görmüşəm. Yəni başqa heç kimi görməmişəm. Ha, bir də Gülnur xanımı tanıyıram, uzun illər tanıyıram. O mənim yəni vasitəçi olub, Niko. Təşəkkür edirəm ona və Nikoya da həqiqətən burada görmək istəyiblər məni. Və mən buradakı insanları tanımışam. Hamısı möhtəşəm insanlardır. Hamısı möhtəşəm. Mənim üçün hər kəs mənim üçün burada dost olaraq ayrılacam buradan. Nə uğrunda olsun. Əzizlərim, dostlarım, qardaşlarım, bizim də keçmişimiz var, bizim də keçmişdə gördüklərimiz var. Biz maşını yarışa yox, biz maşını hədiyyə də etmişik, vaxt olub. Mən burada 6300 izləyicinin qarşısında deyirəm, sabah da bu çıxa bilər, kayıtlara da çıxa bilər. Amma məsələ o deyil. Məsələ buradakı maşın məsələsidir, tamam, anladım. Amma buradakı içəridəki oyunlar... Vallahi mən hərdən elə gəlir ki, mən qıraqdan baxıram. İçəridəki oyunlar var ha, içəridəki oyunlar. O dəstəkçinin sayəsindədir, o qıraqdan idarə olunur. Sağ ol, mən elə gəlir ki, o maşına görə bəlkə də oyun oynamır. O qıraqdan idarə niyə olunur? Çünki buradakılar ad seçəndən sonra adı gəlib, mən məsəl üçün ad demişəm. O bilmir, mən bu günləri oyun pozmuşam. Mən bu gün oyun pozmuşam. Mən bu gün oyunu pozmuşam. Mən tək olaraq oyun pozmuşam. Əllə çox söyləmə, elə biləcəklər ədəliyir. TikTok. Ana, elçim... Heç kimlə də fikirləşməmişəm. Şəxsi fikrimdir. Şəxsi fikri ilə eləyib, ha? Öz beynimlə. Yo, Azar, şəxsi fikri ilə. Mən öz beynimlə oyunu pozmuşam bugün burada. Burada bu günləri başqa adam olacaq idi. Burada bu günlər... Mən pozmuşam sizin oyununuzu. Əllə eləməyək. Yəni hər kəsin. Sizin deyəndə... Biz kimi bir dənə deyəm. Əllə eləməyək, abi. Bizim oyun. Biz deyil sizi. Yox, biz kimi bir dənə onu açıqlayaq. Anar müəllim, mən elə bildim danışmır. Anar müəllim Anar müəllimlər dayanır. Mən çox eləmək lazım burada. Mən çox. Anar müəllim prosta qıraqdan baxırmış. Şairam, çünki vəzifəm budur, şairə yazım. Gördüyüm nur kibədi, eyləyim izharı yazım. Düz əyrini əyirib, həmvarı yazım. Ya bəs böyle qaraldırsan o qarəyi gözünü. Bir də alqışlarlar müəllimi, nə olar? Nə olar? Dərsə görürsən özünü. Bir dənə söz deyə bilərəm. Bir dənə sözlə. Gələm sən. Gələm. Anar müəllim. Buyurun Seyran xanım, buyurun. Anar Bir bəy, sizin mesajınızı aldım və mən başa Uzadaraq düşdüm. bir 5 dəqiqə artırma eləyərik. Sizin mesajınızı aldım, başa düşdüm, hər şey aydın oldu. Bir dənə sözünüzü deyin, xana verin, sonra 5 dəqiqəmiz qalıb. İştirakçılarımıza verin. Bir dənə tozsuz. Mənim tərəfdən yaxşı mənadır. Siz dediniz ki... Tosu, Gəncəli, bir dənə Tosu sözünü desin. Sən də qısa sözünü de, xan sözünü desin. Qısa deyil. Yox, məndə uzundur. Məndə qısa deyil, uzundur. 4 dəqiqədən sonra... Uzundur. Məndə uzundur, açıqlama verəcəm, ona görə deyirəm, uzundur məndə. Qoy onda mən danışım. Anar müəllimin dediyi sözü açıqlama verəcəm, yəni ona görə deyirəm ki, uzundur biraz. Bir dənə Tosu sözü de. Yəni, vaxtımız yoxsa deməyim, problem yox. Sabah deyərəm, Uzun sözü qısa yoldan deyiləndə. Deyə bilməyəcəm onu. Nətər deyəmirsən? Deyə bilməyəcəm də. Deyə bilməyəcəm onu. Onda demə. Oyunçular qalıb Tosu sözünü desin. Az qalıb vaxtımıza. Sonra oyunçular kömək istəsin, dəstək istəsin. Mən hər iki xanım, Bəzi profillər siz burada yazmaqla heç bir şey qabaq düşmürsünüz. Yəni hamısı
blokada, yəni ki, demirsiniz. Bilmirəm bunu eləyən kimdir, amma məndən demək. Niko, hamıdan soruşdular, dedilər ki, yəni sabah tosu burdadır. Həqiqətən mən sabah burdayam. Getsəm də mən səsim gəlir yaxşı. Hə, demək olar iştirakçıların çoxsu dedi ki, sabahlar tosu burdadır. Milyon faiz burdayam mən sabah. Bilirəm. Planda mən düşüncəm odur ki, səni ora çıxardacaqlar. Mən sabah oradayam. Əllə yox, əllə yox. Demirəm ha tosu. Demirəm ha tosu, demirəm. Mikrofon götürün deyin. Demirəm ha tosu. Xal sayəsində sən bu günləri çıxa bilərdin ora. Çıxmadın ora. Sözü mən ona açıqlama verirəm da. Mən getsəm belə, onsuz da sabaha 50-nin 50-yədir. Bəlkə də çıxaram, bilmirəm, amma burdayam sabahları, dueldəyəm. Getsəm də mən üçün xoş olar ki, elə mən bir dənə şərait yaradılsın. İnşallah mən xanla bir dənə bura çıxıb batıl eləmək istəyirəm. Getsəm də can sağlığı, bunu bəri başdan deyirəm, bütün iştirakçıların hamısı bilsin. Karoçi, mən sabahları xanı burada gözləyirəm. Polunu bayavoy gəlürək. Bir dənə sözü deyim xan. Bir dənə ekran. Anar müəllim. Bir dənə gözlə xan. Buyur. Zəhmət olmasa. Ekranda xalları bir dənə açın, ay sağ ol, görünsün. Xan sözü deyəndən sonra son sözü verək Arzu xanla Raya xanıma, sonra ekran qapanacaq. Anar müəllim qiraət eləyən bir insandır. Sözlərlə yaxşı oynamağı bacarır. Anar müəllim ancaq sözlərlə oynamağı yaxşı bacaran insanlar yaxşı başa düşə bilər. Mənim zənnimcə ki, mən Anar müəllimi çox yaxşı başa düşdüm. İkinci sözüm isə buradan tərlanadır. Mənim əziz qardaşım, mən bayaqları Tosunun adını dedim. Tosun adını dedim, Tosuya sıra gəlməmiş, sən mənim adımı dedin. Bu sənin öz sözündən sənə cavablandıracağam, öz sözündən. İşləyir mənim mikrofonu. Sən ki dedin, kiminsə üstünə kimsə düşürsə, deməli o qrupdur, düzdürmü? Sən dedin bu sözü. Deməli, mən Tosunun adını çəkən kimi, Tosundan qabaq sən vurdun məni. Düzdür? Amma biz yedik, mən sənin adını hələ çəkməmişəm. Çəkəndə də sənin özümə demişəm ki, qarşılıqlı bir-birimizin adını çəkək. Bu bir yana. Bütün Lənkəranı vermişəm sənə, adını çəkmirəm Lənkəranın. Bütün cənubu vermişəm sənə. Mənim bir tərəfim Masaldandır, bir tərəfim Lənkərandan. Adını çəkmirəm. Bir ildir TikTokdayım, bir Lənkəranlı oğlan deyənməz ki, mənə dəstək olubdur. Bax, mənim də elə onu deyirdim. Bundan övünmürəm. Lənkərana mənim canım qurban. Mənim Lənkəran üstündə nə qədər əziyyət çəkdiyimi mənim ailəm çox yaxşı bilir. Amma sadəcə onu demək istəyirəm ki, qrupsuz orada nə sakin danışanda yenə deyirəm, düz danışın. Niyə qrupsuz? Niyə mənim adımı dedin? Çünki Tosun adını dedim. Bunu sənə 100% deyirəm. 100%. Çünki sənə öz sözünlə vururam. İndi sənə elə gəlir ki, öz sözünlə vurursan, bir dəqiqə. Sənə elə gəlir ki, sənin sözünlə vurursan. Tosu mənim illərdir tanıdığım insandır. Yəni indi söz deyənə deyirsiniz ki, yerli bazlıq. Məni burada əgər Lənkəranı mənə vermək lazımdır. Əgər yerli bazlıq eləmirsənsə, Lənkəranın adını çəkmək 2 dəqiqə. Mənə bütün Azərbaycan dəstək olur, nə ki yerlərim. Əziyyət çəkmirsən Lənkərana görə, nə eləmirsən, bu bizim hamımızın borcudur. Hamımız canımızdan keçməyə hazırıq, vətənimizin hər bölgəsi üçün. Siz keçməyə hazırsınız. Bir dəqiqə. Amma mən keçmək istəmişəm. Hər bölgəsi üçün. Bir dəqiqə üzr istəyirəm. Vətənin hər bölgəsi üçün. Bu mənim videolarımdan da, bu mənim illərdir platformada blogerlik fəaliyyətimdir ki, bir insanın üstünə ki 3 nəfər, 4 nəfər düşürsə mən insanın üzündən bilirəm. Onun üstünə düşürsə sən hardan bilirdin ki, Tosun üstünə adam düşür? Dalbadal üstündə. Dalbadal kim dedi adı? Kim dedi? Dalbadal səs verir. Hələ hamı deyir. Yaxşı, Dalbadal verənlərdən birini çəkərdin. Mən Tosu sabah oturacaq burada. Hamınızı deyirəm. Tosu sabah oturacaq burada. Sizin fikri məni buradan uzaqlaşdırmaqdır. Amma vallahi billahi bacarmaz. Sən sabah otur orada. Mən sabah otururam burada, dueldə. Mən burada da bəri başdan deyirəm. Tərlan sənə kim deyir? Bir dəqiqə. Bir səs istəsinlər. Yaxşı, sabaha qalsın. Ha, bir dənə ver mikrofon. Bir dənə gözləyin. Bir dənə gözləyin. Oyunun qurtarmağına az qalıb. Bir dənə son Sakit. nə vaxt bağlayacağam? 5 dəqiqə sonra da açacağam. Buradan hər kəsə yenə də təşəkkür eləyirəm. 777 9 çox sağ olun. Təşəkkür eləyirəm. Düz demək istəyirəm, amma artıq 2 gündür burada 2 nəfər var ki,
ortadaydı. Ortada nə mənada pis başa düşməyin. Yəni harda mövqe tutduqlarını bilmirdilər. Biraz otururdular, yəni necə oturdular qrup kimi. Biraz burada necə? Eşidirsiniz? Burada aha, deməli burada şantaj çoxdur. Nə mənada şantaj çoxdur. Hamı hamını narahat eləyir. İstəyir iştirakçı içində, istəyir bura qonaq gələnlər içində. Belə deyim, iki nəfər ki nə mənada ortada deyəcəm. Bələri yox idi. Biraz orada, biraz burada tuta bilmirdilər ki, kimin dəstəkçisi daha güclüdür, kim daha çox arxadayıq olacaq. Burada bir yerə qədər hamı bir-birinin arxadayıq olacaq. Mən bir müddət Rayan saxlayaram, Raya nə bilim Xanı saxlayar, Xan Erçini saxlayar, məsələn deyirəm. Yəni yanımda olanlar deyirəm. Bir müddətə qədərdir. Sonda zaten 3-ə, 4-ə, 5-ə gələndə ən yaxınlar da bir-birindən maşına görə keçəcək. Çünki burada böyük məbləğdə bir maşındır. Bu qədər də mikrofon dəyişim. Baş üstə. Bu qədər də məbləğlər gedibdi, dəstəkçilər dəstək olubdu. Burada tez-tez işlənilir ki, mənim dəstəkçilərim çoxdur. Bir neçə nəfər mənə dəstək olur. Filan kəslərə apredilyonlu adamlar, yəni 2-3 nəfər dəstək olur. Ola bilər ki, bizim imkanlı dostlarımız azdır, yəni pulu az ola bilər, amma onların ürəkləri zəngindir. Amma burada belə bir şey var ki, burada mənəvi dəstəyə heç kimin ehtiyacı yoxdur. Burada yaza bilərsiniz Arzu qal, bilmirəm Raya qal filan. Amma burada mənəvi dəstək deyil, hal-hazırda xallar rol oynayır. Mənəvi dəstəyə ehtiyacı var, özümüz öz aramızda ola bilər, yazırsınız, çox sağ olun. Amma burada belə deyim də, ola bilər ki, Rayan daha çox sevə bilərsiniz, amma onu jetonla dəstəkləməyə bilərsiniz. Amma məni daha az sevə bilərsiniz. İştirakçılar içində də deyirəm, məni az sevə bilərsiniz, məni burada az görə bilərsiniz. Amma mən əminəm ki, heç kim şəxsi problemlərimizə görə deyil mən burada görmək istəməməkləri. Heç kimin, çünki mən elə başa düşürəm ki, qəlbinə dəyməmişəm. Sadəcə bir güclü rəqib kimi ola bilər görürlər, o yüzden adım daha çox çəkilib. Yəni mən xalı az olmaqla burada oturmamışam, əksinə. Demək ki, mən güclü rəqib kimi görər. Məndə də əlimdə belə bir şansım olsaydı, güclü rəqibi... Sən udursan, Raya uduzur, Raya dəstək istəsin. Bağla monitoru. Hədiyyəli say görünməsin yəni.
Sponsorlara da deyəcəm indi. Ay sağ ol. Deməli 5 dəqiqə sonra son saniyəni başladacağam. 5 dəqiqə keçəndən sonra 1 dəqiqəlik son saniyə qoyacağam ora. Geri sayım. Son 10-cu saniyəyə kimi atıb qutararsınız hədiyyələri. Əgər kimdəsə pusu varsa, çünki bizdə 10 saniyə sizdən daha tezdir. 330 min arada fərq var idi. Raya xanım 330 min fərqi var arada. Elə böyük bir fərq deyil. Məncə pusu ola bilər. Və bir dənə sakit durun arxada. Tərlan. Abi. Zəhmət olmasa sakit durun da, mən burada nəyəm bəs? Necə dedim? Zeynallı Mumucuya təşəkkürlərimizi bildiririk bu cür qəşəng dizayna görə. Var olsun, gəldiyi gündən yanımızdadır. Allah var eləsin. Stəkana kimi verib bizə, qutuya kimi verib. Bu gün gəlməyib, bilmirəm niyə, deyəsən küsüb. Endirimləri var hal-hazırda. Sonra Baku Power'ə təşəkkürlərimizi bildiririk. Bizi Powerbankla təmin edir burada, bizi və dostlarımızı. Haval ən əsas. Haval avtomobil şirkətinə təşəkkürlərimizi bildiririk. Çünki arxada görürsünüz Haval Julien bizim yarışda qalibə hədiyyə olunacaq avtomobildir. İnşallah kim layiqdirsə, kim yaxşı oyunu aparırsa ona qismət olsun inşallah. Çünki bura mənim yarışımdır. Burada ədalətli oyun olacağına inanın. Yəni burada oyun necə gedəcəyini mən deyə bilmərəm. İnşallah ki hər şey yaxşı olar. Zəhmət olmasa səhifəni bir dənə tıklayın. Yox. Hər şey inşallah ürəyinizcə olar. Gördüyünüz kimi bütün hər şey göz qabağındadır və biz ona təşəkkürlər. Bizon Enerjiyə, bizi enerji çişisilə təmin eləyir. Sağ olsunlar. Bir dənə sakit durun. Onda mən çıxın gedim, siz danışın. Siz danışanda mən söz kəsmirəm, amma hörmətsizlik eləyirsiniz. Yəni səs düşmür, siz oradan danışırsınız, mən nə danışacağımı bilmirəm. Kövrələm gözüm dolacaq, rayadan onsa mən yaxşı şeylər keçmədi, ancaq elə ağlamaq istəyirəm ki. Bizon Enerjiyə təşəkkürlər, bizi burada enerji içkisi ilə təmin edir, susduyuruq, dilimiz dodağımız quruyur. Və Rəşad Eminə də təşəkkürlərimi bildirirəm, sağ olsun, gəlir burada, yanımızda olur. Kimlər ki oyunu rahat aparmaq istəyirsə onlara kömək olur. 055 374 74 54 nömrəsinə WhatsApp-a yaza bilərsiniz. Hədiyyələrinizi ən ucuz qiymətdən atdıra bilərsiniz. Arxa kollektivdə, arxada çalışan texnik heyətə təşəkkürlərimi bildirirəm. Murad Emi, öpürəm səni qardaşım, sağ ol. İbrahim təşəkkürlər. Arif yox da eşdə elə bir ki əlim dəydi. Arif olmadı. Rəşad Emini dedim də. Dedim də bəsidir. Bəsidir. Bir dənə Raya xanımın da qabağına. Seyran xanımın açıqısına da təşəkkürlərimizi bildiririk. Gəldiyi gündən bizləndir. 2 dəqiqə sonra bağlayıram ekranı. 2 dəqiqə sonra. Mən deyəndə son saniyəni verərsən. Axırıncı dəfə sözlərinizi deyir Raya xanım. Arada elə bir böyük fərq yoxdur. Dediniz ki, udsam qalacam. İndi gülə-gülə Raya. Bir dənə qəşəng gülə-gülə də. Yəni mən bilmirəm kim qalacaq, kim gedəcək, amma Raya xanım bilmirəm, yaman biraz bu gün ağladı, kövrək oldu. Bilmək olmaz. Təbii ki qalacam. Dəstəkçiyə hörmətsizlik eləmək istəmirəm. Niko bəy sizi hörmətsizlik eləmək istəmirəm. Təşəkkür edirəm, hörmətli. Ona görə də əgər bugün qalib olsam mən bu yarışmanı davam eləyəcəm. İnşallah. Paket gəldi. 25K King Arzu xanıma. Çox sağ olun King, təşəkkür eləyirəm, var olasınız, çox sağ olun. Hər kəsə çox sağ ol deyirəm, nə olar, nə olmaz. Bir şey dəyişəcək mənim getməyimlə, Raya xanımın da getməklə bir şey dəyişəcək. Nə dəyişəcək? Başqa bir şey dəyişməyəcək. Bir şey dəyişəcək ki, sabah yəni elə bir şey dəyişməyəcək. Yəni elə də belə şok sual vermə. Bir şey dəyişəcək ki, ya mən burada olmayacağam, dayanmayacağam, ya Raya dayanmayacaq. Yəni başqa bir şey heç nə dəyişməyəcək. Amma ürəyiniz bizləndir də, bilirik. Mən heç kimlə ürəyimdə inciməmişəm. Hamı rahat olsun, hamını çox istəyirəm. Ürəkdən deyirəm, mən heç kinli qız deyiləm. Heç kinli qız deyiləm. Heç bir zamanda bu həyatda məni heç nə təəccübləndirməyib. Mən heç vaxt pambıqla baş kəsən qız olmamışam. Pambıqla baş kəsmək olur, yumuşaqdır. Ay sağ ol. Yəni pambıqla baş kəsmək bilirsən nədir belə, amma oradan dan.
Bir dəqiqəlik geri sayımı ekrana veririk. Vaxt qutarandan sonra. Getdi bir dəqiqəlik. Bəli, getdi. Mən bir şey deyim, səsim var da yəqin mənim. Nicatın da tanıdığı bir nəfər var, mənim də tanıdığım, yəni bizim ortaq dostlarımızdır. Baku Mobile. Fəvvarələr meydanında yerləşən Baku Mobile-a dərin təşəkkürümüzü bildiririk. 3 gündür mənim baş beynimi aparıb ki, mənim adımı çəkir oradan. Yəni bax dostluq budur. Bax mehribançılıq budur. Özüm ölüm o maşında finalda ikisi qalsa bir-birinin saçını yolub deyərlər ki düşəcəyi. Ya eləməzlər. Bir yaxdan bir-birini ağladırlar. Bir dənə gözləyin son 30 saniyə. Gözlə. Mikrofonları söndürün zəhmət olmasa. Bir TikTok gəldi Tahirov Rəsuldan. Yo, TikTok Arzunun öz hədiyyəsidir. Deməli, başlayırıq son saniyə. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Bəli. Gördüyünüz kimi Arzu xanım qalibdir. Bir dənə xalı verək ekrana. Bir dənə şey deyəcəm. 500 minin 107 minə. Çox sağ olun. Əməyi keçən hər kəsə təşəkkür eləyirəm. Var olun, ruzunuz bol olsun. Rövşən 19 çox sağ olun. Zabo çox sağ ol. Fatimə çox sağ ol. Hər kəsə təşəkkür eləyirəm. Bir dənə şey deyəcəm ki, mən bugün bir atdım, maşına yaxınlaşdım. Sən də övladıma qovuşdun. Yəni qızı bayaqdan mesaj yazıb ki, yəni darıxırdıq neçə gündür sənin üçün. Kəş ki, yəni evdə olsaydım mama. O mesajı özüm oxudum yəni. Gedərək bunu niyə ağladırsınız? Pay at ona. Bu ağlamağa variant axtarır özüm elə. Zəif yeridir də övladı. Övlad hər adamın zəif yeridir. Elə danışsan ki, elə bizim də ailəmiz var, bizim də uşağımız var. Övlad hər birimizin zəif yeridir. Allah bütün balaları qorusun. Olmayanlara inşallah qismət eləsin. Mən yox, ağlayır, biz ziyana düşürük. Bilirsən, elə buradan gələn salfetkaya gedir. Raya, sən bu yarışmadan gedirsən, amma TikTokdan getmirsən. Təbii ki, PK-lar açacaqsan, günlük başın qarışacaq. Qazancını qazanacaqsan. Allah bütün təkanalarımızı qorusun. Onların ruzularını bol eləsin. Onları həmişə kövrək olurlar, Niko. Təkanalar həmişə kövrək olurlar, ona görə. Sayla xanım, iştirakçıların hər birinin uğurlar arzulayıram. Arzunu təbrik edirəm. Bayaq dediyim kimi, mən gəldim burada belə gözəl bir kollektivlə tanış oldum. Özümə burada dost da qazandım. Düşmən ümid edirəm ki, qazanmamışam. Çünki mən burada hər kəslə açıq oynamışam. Olduğum kimi olmuşam. Mən necə rayayamsa elə buradan da raya kimi gedəcəm. PK-larıma davam eləyəcəm. Maşından ayrıldım, amma evlatlarıma yaxınlaşdım. Mənim üçün vacib olan budur. Alqışlayaq bu dənə. Hər kəsə təşəkkür edirəm. Yalan Dünya çox sağ ol. Hər kəsə təşəkkür edirəm. Orada siyahı yazmışdım adlar. Hər kəsə çox sağ ol deyirəm. King çox sağ olun, Rövşən çox sağ olun, Sami çox sağ olun, Fatimə çox sağ ol. Zabo Gürcüstandan, Aylik indi həyəcanlıyam, ola bilər kimlərsə adını unudaram. Buranı da oxuyuram. Çox sağ olun. Hər şeyə görə təşəkkür eləyirəm. Təbrik edənlər var olasınız. Niko, xallarla bağlı çox şəffaflıq var. Bunu çox həqiqətən. Hər şey göz qabağında. Həqiqətən xallarla bağlı çox şəffaflıq var. Yəni bir jeton belə, yəni əvvəl gəldiyim gündən şübhə ilə yanaşırdım ki, necə olacaq, nətər olacaq. Amma həqiqətən mən orada özümə məsələn özümə yoxdur. Məsələn Roza əlimin altındaydı. Basırdım, baxırdım ki, məsələn Azada bir dənə qalxdı. Ona qədər ilk gündən mən baxırdım onlara ki, çox şəffafdır xallarla bağlı. Mən burada getsəm də, sabah birisi gün getsəm də o ilə bağlı mən kənarda da, təkcə sosialda deyil, kənarda da, yəni realda da mənə sual verəndə xallarla bağlı şəffaflığı həqiqətən var, həqiqətən. Çünki ən azından gözümüzün qabağında dəyişir xallarımız. Çox sağ olun Ayaz, çox sağ olun, Səid çox sağ ol. Vüsalə xanım, sizə də çox sağ ol deyirəm. Niko, çox gözəl layihəm var. Təşəkkür edirəm. Çox sağ olun. Amma mən elə gəlir ki, mən sizin mətbəxdə heç birinizin xətrinə dəyməmişəm.
burada ola bilər Mətbəxdə çay içirlər. Kimisə adını deyib ola bilər xətrinə dəyə bilərəm, amma mətbəxdə heç kimin xətrinə dəyməmişəm. Düzdür? Yox. Burayında. Mətbəx demişkən, səhifəni izləməyə alın, tıklayın. Sabah saat inşallah 3-də gözləyirik sizi. Sabah gün orta səs vermədik. Görək sabah kim axıra qalacaq, kim toxunulmaz olacaq, kim kimi seçəcək. Zalim. Aytən öpürəm. Sağ olun. Öpürəm Oktay, Aytən, öpürəm. Öpürəm sizi. sizləri. Gecəniz xeyrə qalsın. Özünüzdən müğayət olun.